Salam uşaqlar. Bugünkü dərsimiz olacaq kimyəvi rabitə. Kimyəvi rabitə nədir? Kimyəvi rabitə molekulda atomları bir-birinə bağlayan qüvvədir. Yəni bunu belə fikirləşək. Misal üçün H2O. Görürsüz 2 hidrogen var, 1 oksigen. Yəni bax bunun qrafik formulu budur. Yəni quruluş formulu budur. Və bu formuldan görünür ki, bax bunlar rabitələrdir də uşaqlar. Yəni xətt yox, rabitə. Bax bu rabitələr atomları bir-birinə bağlayır. Ona görə deyirik ki, molekulda atomları bir-birinə bağlayan qüvvədir. Və kovalent rabitə, ümumiyyətlə rabitə bölünür 4 yerə. Kovalent rabitə, ion rabitə, metal rabitə, hidrogen rabitə. Deməli, kimyəvi rabitə bölünür 4 yerə. Kovalent, ion, metal və hidrogen. Kovalent rabitə nədir? Kovalent rabitə qeyri-metal ilə qeyri-metal arasında yaranır və şagird burada 22 qeyri-metalı əzbər bilməlidir. Hardan bilməlidir? Bizim əvvəlki dərslərimizdə burada mən sizə 22 dənə qeyri-metalı yazdırmışam. Daha doğrusu konspektimizdə var və orada ən əsaslarını vurğulayım heç olmasa. Bax, hidrogen, bor, karbon, silisium, azot, fosfor, oksigen, kükürt, flor, xlor, brom, yod. Bax, bunlar çox əsaslarıdır. Yerdə qalanlar da bəli qeyri-metaldır, amma əsasən DIM testlərində daha çox bu elementlər nəzərdə tutulur. Heç olmasa 22-sini əzbərləyə bilmirsinizsə, bu elementləri yadınızda saxlayın və bunlar deməli qeyri-metallardır və bu qeyri-metallar arasında yaranan kovalent rabitə, kimyəvi rabitə kovalent rabitə adlanır. Yəni kovalent rabitə qeyri-metalla qeyri-metal arasında yaranır. Kovalent rabitədə öz növbəsində bölünür 2 yerə. Qeyri-polyar və polyar kovalent rabitə. Qeyri-polyar eyni qeyri-metal atomları arasındadır. Polyar kovalent rabitə müxtəlif qeyri-metal arasındadır. Yəni burada belə bir çətin bir cümlə yoxdur. Məncə eyni qeyri-metal arasında, məsələn hidrogen, hidrogen, karbon, karbon, azot, azot, oksigen, oksigen bunların arasında olanda buna deyirik qeyri-polyar. Amma məsələn karbon, hidrogen, silisium, hidrogen, azot, hidrogen, karbon, oksigen, kükürt, oksigen bunların arasında, yəni müxtəlif elementlər olanda isə biz deyirik ki, bu polyar kovalent rabitədir. Və bizim üçün burada qeyri-polyar kovalent rabitənin tərifini də verir. Qeyri-polyar kovalent rabitə, bəli, biz burada sadə bir sözlərlə ifadə elədik ki, eyni qeyri-metal arasında. Amma daha gözəl tərif bu şəkildədir. Bəsit və ya mürəkkəb maddə molekulunun eyni element qeyri-metal atomları arasında. Yəni bu eyni qeyri-metallar həm bəsit maddələr arasında mümkün ola bilər, həm də mürəkkəb maddələrin arasında ola bilər. Məsələn, hidrogen, oksigen, azot, flor, xlor, yod, ağ fosfor, S8, yəni kükürt. Bax, bunlar görürsünüz ki, bəsit maddələrdir və eyni qeyri-metallardır. Amma məsələn, C2H2, məsələn, C2H4. Burada görürsünüz ki, belə baxanda şagird onları müxtəlif görür. Amma onların qrafik formulunu açanda biz görürük ki, burada həm karbon ilə hidrogen arasında rabitə var, həm də karbon ilə karbon arasında rabitə var. Yəni, karbon ilə karbon arasında eyni qeyri-metal olduğuna görə mən burada deyəcəm ki, 3 dənə qeyri-polyar var. Biri burada, biri də burada. Yəni 2 dənə də polyar kovalent rabitə var. Sonra məsələn burada görürsünüz ki, karbon ilə karbon arasında eyni qeyri-metaldır. Bunlar arasında 2 dənə qeyri-polyar var. 2 dənə qeyri-polyar var. Ümumiyyətlə hidrogenlərin sayı, yəni 4 dənə hidrogen bizə polyar verəcək. Niyə görə? Çünki hidrogen həmişə karbonlara birləşir. Düzdür, bu üzvi kimyada bunu biz öyrənəcəyik onsuz da. Amma yenə də əlavə məlumat kimi veririk. Polyar kovalent rabitə uşaqlar ancaq mürəkkəb maddə molekullarında və müxtəlif qeyri-metal atomları arasında yaranır. Bayaqları dediyim kimi. İndi uşaqlar biz keçirik ion rabitəyə. İon rabitə nədir? İon rabitə bunu belə də qısaca deyə bilərik. Metalla qeyri-metal arasında yaranır və yaxud müsbət yüklü kationla mənfi yüklü anion arasında yaranır deyə bilərik. Təbii ki, siz kation, anion bunları çıxardan deyilsiniz, amma ən azından metal və qeyri-metal bunlardan yəni bir ipucu tutaraq siz
rabitənin ion rabitə olduğunu təyin edə bilərsiniz. Metallar hansılardır? Bayaqları göstərdim. 22 qeyri-metala çıxırıq. Yerdə qalanlar bizim metalımız hesab olunur. Misal üçün natrium flor, natrium metaldır, flor qeyri-metaldır. Natrium xlor, natrium metaldır, xlor qeyri-metaldır. Məsələn, kalsium xlorid, kalsium metaldır, xlor qeyri-metaldır. Və yaxud nə bilim kalsium oksid, kalsium metaldır, oksigen qeyri-metaldır. Yəni bu şəkildə biz onu göstərə bilərik. Məsələn, kalsium karbid. Burada metal və qeyri-metal arasında ion rabitə var. Ümumiyyətlə uşaqlar, ammonium duzları, siz düzdür ammoniumun nə olduğunun hələ fərqində deyilsiniz, amma zamanla öyrənəcəksiniz. Ammonium NH4-dür. NH4. NH4 kationunu harda görsəniz, bilin ki, orada ion rabitə var. Niyə? Çünki NH4 xlorid məsələn, bəli, deyə bilərsiniz ki, müəllimə, burada axı metal yoxdur. Azot, hidrogen, xlor, bunlar qeyri-metaldır. Amma ki, uşaqlar, o kationdur. Çünki bizə dedik ki, ion rabitə həm müsbət yüklü kation, mənfi yüklü anion arasında yaranır. Yəni, orada ammonium, yəni NH4 kation yaratdığına görə biz ammoniumun duzlarını da ion rabitə götürə bilərik. Ümumiyyətlə uşaqlar, ion elə maddələr ola bilər ki, orada həm ion rabitə ola bilər, həm polyar kovalent rabitədə ola bilər. Misal üçün mis SO4 məsələn. Fikir verirsinizsə mis metaldır, kükürt qeyri-metaldır, oksigen də qeyri-metaldır. Və bizdən soruşsulsa ki, burada hansı rabitəni görürsən, hansı rabitə var? Metalla qeyri-metal arasında ion rabitədir. Qeyri-metalla qeyri-metal arasında da əlbəttə ki, kovalent rabitə olacaq. Yəni, artıq siz burada metalın, qeyri-metalların müxtəlifliyindən hansı rabitənin olduğunu görə bilərsiniz. Amma əgər bizdən bunun sayını soruşsa, nə qədər ion var, nə qədər ümumi rabitə var, nə qədər kovalent rabitə var sualını versə, onda bunun da əlbəttə ki, bir izahı var. Ümumi rabitə nə qədərdir deyəndə, uşaqlar, sırf biz oksigenə baxırıq. Oksigenin sayına baxırıq. Oksigenin sayı nə qədərdir? 4 dənədir. Oksigenin valentliyi neçədir? 2. Yəni 4-ü vuracam 2-yə, eləyəcək 8. Deməli, ümumi rabitənin sayı 8-dir. Bəs yaxşı, ion rabitənin sayı nə qədərdir? İon rabitənin sayı deyəndə biz metala baxacağıq. Metalın sayını vururam metalın valentliyinə. Metalın valentliyi 2-dir, sayı 1-dir. 1-i vururam 2-yə, eləyir 2. Polyar kovalent rabitə nə qədər var desək, əlbəttə ki, bunların fərqinə bərabərdir. Lap bir başqasını yazaq, misal üçün. Sizin kitabınızda belə bir formul veribdir. Testinizdə belə bir çalışma verib. Natrium hidrokarbonat. Məsələn, soruşur ki, nə qədər ion rabitə var? İon rabitənin sayını tapmaq üçün metalın sayını metalın valentliyinə vururam. Yəni, 1-i vururam 1-ə, eləyir 1 ion rabitə. Amma ümumi rabitə deyəndə oksigenin ayağındakı rəqəmi vururam onun valentliyinə. 3-ü vururam 2-yə. Ümumi rabitə 6. Polyar kovalent rabitə deyəndə də bunların fərqinə bərabərdir. Yəni 6 çıxaq 1 bərabərdir 5-ə. Baxın belə. Və sizin kitabınızda bir dənə belə bir çalışma da var. Natrium OH üstə gələk CO2 2 moldan verəndə bizə bu zaman siz sağ tərəfin alınmasını bilmirsiniz deyə ona görə mən bunları yazıram. Plus su alınır. Və burada, uşaqlar, burada ümumi rabitənin sayı 3-ü vururam 2-yə, eləyir 6. İon rabitənin sayı 2-ni vururam 1-ə, eləyir 2. Deməli, ionun sayı elədi 2, ümuminin sayı elədi 6. Bizdən soruşur polyar kovalent rabitənin sayı 6-dan 2-ni çıxacam, eləyəcək 4. Deməli, polyar kovalent rabitənin sayı da bizə 4-ü verdi. Uşaqlar, bu bizim konspektimizdə var. İndi o material, onu göstərəcəm sizə. Oradan da oxuya bilərsiniz və burada da elə biləm aydın şəkildə izahını verdik. Daha çətin formullar da biz öyrənəcəyik. İnşallah orada da daha rahat tapacaqsınız. Deməli belə. Sonra gəldik uşaqlar metal rabitəyə. Metal rabitə də adından da görüldüyü kimi metal rabitə, yəni ancaq metal və onların ərintilərində olur. Yenə burada da 22 qeyri-metalı çıxırıq. Yerdə qalanlar onların, yəni metalların arasında olur. Məsələn, alüminiumdur, qızıldır, gümüşdür, misdir, dəmirdir və onların ərintiləri çuğundur, poladdır. Bunlar metal rabitəsini əmələ gətirirlər. Hidrogen rabitəsinə gələndə isə uşaqlar, hidrogen rabitəsi adından da görüldüyü kimi hidrogen var burada. Hidrogen rabitəsi uşaqlar
molekul arası və molekul daxili olur. Amma biz məktəb proqramında əsasən molekul arasını keçirik və adından da görüldüyü kimi hidrogen elementi olmalıdır burada, çünki adı üstündə. Və hidrogen rabitəsi bütün elementlərlə yox, ancaq 3 element arasında yarana bilər. Bu da elektromənfiliyi yüksək olan, yəni fluor, oksigen, azot. Ancaq bu elementlər arasında hidrogen rabitəsi var və hidrogen rabitəsi uşaqlar 3 nöqtə ilə göstərilir. Çox zəif rabitədir, çox zəif rabitədir. Ona görə biz onu belə bir xətlə yox, 3 nöqtə ilə göstəririk. Və əsasən biz məktəb proqramında molekul arası, yəni misal üçün, baxın uşaqlar, bu H fluordur. H fluorun daxilində polyar kovalent rabitədir. Amma arasında isə hidrogen rabitədir. Baxın, daxilində H-la fluor müxtəlif qeyri-metaldır. Deməli, polyar kovalent rabitədir. PKR, yəni polyar kovalent rabitədir. 3 nöqtə ilə göstərdiyim isə hidrogen rabitədir. Hidrogen rabitə ancaq 3 nöqtə fluor, oksigen, azot arasında yaranır. Hidrogen rabitəsi uşaqlar ümumiyyətlə çox dediyim kimi zəif rabitədir. Hansı fiziki xassələrə təsir edir? Qaynama temperaturuna, ərimə temperaturuna, həll olma qabiliyyətinə təsir edir. Hidrogen rabitəsi sonu uşaqlar, qoy elə burada da qeyd edeyim. Əgər maddəni biz tanımırıqsa, sonu OH, COOH və NH2 ilə bitirsə, düzdür, bunları biz 11-ci sinifdə öyrənəcəyik spirtlərdə, karbon turşularında, aminlərdə. Bunlarda uşaqlar hidrogen rabitəsi var. Sadəcə testlərdə tez olsun deyə bunları göstərirəm ki, siz rahat seçə biləsiniz. Sonu OH, COOH, NH2 ilə bitirsə, bunlar hidrogen rabitəsini yaradırlar. Və deməli uşaqlar deyir ki, məsələn, bəzən testlərdə deyir hansı sinifdə hidrogen rabitəsi yoxdur. Efirdə, alkanlarda, alkenlərdə, alkinlərdə, o qədər aldehidlərdə o qədər sinif yazmaq olar. Sadəcə uşaqlar bunu testə görə bir neçə dənə nümunə yazmışıq burada, amma çox göstərmək mümkündür. Deməli uşaqlar, hidrogen rabitəsinin ən əsas yeri, yəni kovalent rabitədən bağışlayın, ən əsas yeri uşaqlar, o buradadır ki, kovalent rabitə əmələ gəlmə mexanizmi. Kovalent rabitə 2 mexanizm ilə əmələ gəlir uşaqlar. Bir, mübadilə mexanizmi ilə. Bir də uşaqlar donor akseptor rabitəsi, yəni mübadilə mexanizmi də öz növbəsində sigma rabitə, pi rabitə bunu yaradır. Donor akseptor rabitəsi haqqında da ayrıca danışacağıq. Deməli, kovalent rabitənin əmələ gəlmə yolu 2 cürdür. Mübadilə və donor akseptor. Mübadilə də 2 cür, sigma və pi rabitənin rolu ilə əmələ gəlir. Bəs burada mübadilə mexanizmi ümumiyyətlə necə baş verir? Uşaqlar, gəlin indi onun izahını verim sizə. Mübadilə budur ki, yəni məsələn, A öz elektronları ilə B öz elektronları ilə şərikli rabitə yaradır. Baxın, budur uşaqlar. Yəni, misal nümunə göstərim sizə. Fluor molekulunda biz rabitəni çıxartmağa çalışırıq, rabitəni yaratmağa çalışırıq. Fluorun protonunun sayı 9-dur. Qısa elektron formulu 2s2, 2p5-dir. Bunu orbitallar üzrə yerləşdirsək, baxın, nə qədər elektronu var? Baxın, 1, 2, 5 dənədir. Əvvəlcə tək-tək 1, 2, 3, 4, 5. Gördüyünüz kimi bir dənə tək elektronu var. Deməli, fluorun bir tək elektronu, bunlar arasında rabitə yarandı. Bax, buna deyilir mübadilə. Yəni, bu fluor öz elektronu ilə, bu fluor öz elektronu ilə şərikli rabitə yarandı. Desəniz, müəllimə, buradakı cütləşmiş elektronları neyinirik? Bunlar qırağını düzə bilərik uşaqlar. Baxın, 1 dənə cüt, 2 dənə cüt, bu da 3 dənə cüt. Bax, belə, bunları belə qıraqlarına düzmək mümkündür. Zaten rabitədə tək elektronlar iştirak edir uşaqlar. Tək elektronlar rabitədə iştirak edir. Və yaxud gəlin oksigeni yazaq məsələn. Oksigen molekulunda rabitəni necə göstərə bilərik? Protonu 8-dir. Nöqtə 2s2, 2p4-dür. Qısa elektron formunu gəlin biz onu təsvir edək. Əvvəlcə tək-tək, baxın, 1, 2, 4 dənədir. 1, 2, 3, 4. Gördüyünüz kimi 2 dənə tək elektronu var. Onda baxın, 2 tək elektronunu
Düzdür. Deməli, bunun təki ilə bunun təki, bunun təki ilə bunun təki arasında rabitə yarandı. Deməli, oksigen ilə oksigen arasında 2 qat rabitə yarandı uşaqlar. Buradakı cütləri də yenə deyirəm, düzədə bilərsiniz, düzməyə də bilərsiniz. Baxın, bu şəkildə uşaqlar. Belə. Yəni bu cütlər onsuz da rabitədə iştirak etmir. Mənə təklər lazım idi. Ona görə sırf təkləri birinci düzürəm ki, sizin daha rahat tuta biləsiniz söhbəti. İndi gəlin bir dənə də azotu yazaq uşaqlar. Azotun protonunun sayı 7-dir. Azot molekulunda görək rabitə neçə qat olacaq? 7-dirsə 2s2, 2p3-dür. Orbitallar üzrə gəlin bunu təsvir edək. Baxın uşaqlar, 2 dənə, biri yuxarı, biri aşağı, 3 dənə tək. Bax belə. Gördüyünüz kimi azotun 3 dənə təki var. 1, 2, 3. Azotun 3 dənə təki var. 1, 2, 3. Lap bu cütü də yazaq. Bu cütü də yazaq. Aha, cütləri də göstərdik. Deməli, bunun təki ilə bunun təki, bunun təki ilə bunun təki, bunun təki ilə bunun təki arasında rabitə yarandı. Deməli, azot ilə azot arasında 3 qat rabitə yarandı. Deməli, uşaqlar, biz, bax, bu hamısı birlikdə mübadilə mexanizmidir uşaqlar. Mübadilə dediyim kimi, A öz tək elektronu, B öz tək elektronu verir və arasında şərikli rabitə, mübadilə yaranır. İndi uşaqlar, burada əsas məsələ bir dənə bilin ki, bir qat rabitə olanda buna deyilir sigma rabitə. Sigma, uşaqlar, baxın, sigma rabitə. 2 qat rabitə olanda biri sigma deyilir, birinə pi rabitə deyilir. 3 qat rabitə olanda isə uşaqlar ikisinə pi deyilir, birinə sigma rabitə deyilir. Deməli, bir qat rabitə olanda ancaq sigma, 2 qat rabitə olanda biri pi, biri sigma, 3 qat rabitə olanda isə 2 pi, 1 sigma. Yəni sigmanın sayı həmişə bir dənə olur. Yəni rabitənin sayı artdıqca pi rabitələrin sayı artır. Ümumiyyətlə pi rabitə çox zəif rabitədir. Və uşaqlar, burada bizə bunların elektron buludlarının örtülməsi ilə rabitəni göstərir. Siz bilirsiniz ki, hidrogen elementi S elementidir. Onu hardan bilirik? S element olduğunu. Çünki protonu 1-dir, yəni elektronu 1-dir. 1s1. Görürük ki, S elementidir və S elementləri kürə şəklində hərəkət edir uşaqlar. Məsələn, xlor P elementidir. Onu hardan bilirəm? Protonun sayı 17-dir. 3s2, 3p5. Sonu P ilə bitirdiyə P elementidir. P elementləri, yəni P ailəsinə aiddir. Belə qantelvari hərəkət edir. Bir də var uşaqlar hibrid orbital. Hibrid orbitalı isə bir ucu balaca, bir ucu böyük şəkildə hərəkət edir ki, buna da hibrid orbital deyilir uşaqlar. İndi mən əgər hidrogen ilə hidrogen arasında elektron buludunun örtülməsini çəkmək istəyirəmsə, 2 dənə hidrogen kürə şəklində uşaqlar çəkəcəm. Bu da s orbital, bu da s orbitaldır və burada 180 dərəcəli bucaq şəklində yaranırsa, yəni 2 atomun mərkəzini birləşdirən xətt üzrə yaranırsa, buna deyilir sigma rabitə. Sigma rabitə deyilir uşaqlar. Məsələn, H ilə xlor arasında rabitə yaradıram. Hidrogen kürə hərəkət edir, xlor P elementidir, qantelvari hərəkət edir və belə. Yəni, 2 atomun mərkəzini birləşdirən xətt üzrə yaranırsa, buna sigma rabitə deyilir uşaqlar. Və yaxud da ki, misal üçün, xlorla xlor arasında və yaxud florla flor arasında rabitəni biz təsvir eləmək istəyiriksə, bunlar hər ikisi də P elementidir. Deməli, uşaqlar, baxın, 2 dənə belə sonsuzluq şəklində onları göstərəcəyik. Amma əgər karbon ilə hidrogen arasında yaradıramsa, karbon hibrid orbital yaradır. Düzdür, P elementidir, amma hibrid orbital yaradır. Hibrid orbitalda balaca, bir ucu balaca, bir ucu uzun. Hidrogen də S bu şəkildə. Ümumiyyətlə, bayaqlar dedim sizə hibrid orbital. Bunu əsasən 80-90% yaradan karbon elementidir. Amma başqa elementlər də yarada bilir. Bunu da biz hibrid orbitallar dərsində izahını verəcəm sizə uşaqlar. Belə. Bu da elektron buludlarının örtülməsi oldu. Bir dənə qaldı pi rabitənin şəkli. Pi rabitənin şəkli isə uşaqlar, yəni sizin riyaziyyatda bildiyiniz pi deyil. Adı da, yazılışı da eynidir, amma o deyil uşaqlar. Və bu isə 2 dənə pi elektron buludlarının bax bu şəkildə örtülməsi. Yəni deməli yandan örtülməsi nəticəsində baş verir. Yandan. Bunu 88-də
deyib yadınızda saxlaya bilərsiniz. Elə bil ki 88. Amma yadınızda qalsın ki, P elektron buludlarının örtülməsi hesabına. Uşaqlar, sigma rabitənin şəkli çoxdur. Baxın, burada nə qədər sigma rabitənin şəkli var. Amma pi rabitənin uşaqlar bir dənə şəkli var. O da budur. İki atomun mərkəzini birləşdirmir. O sigma rabitədir. İki atom mərkəzini birləşdirən. Bu iki atomun yandan örtülməsidir uşaqlar. Baxın belə. İki atomun yandan örtülməsi pi rabitəni bizə göstərir. Qaldı bir dənə uşaqlar donor akseptor rabitəsi. Donor akseptor rabitəsində bir dənə başa salım. Donor akseptor rabitəsi uşaqlar adı nədir? Ancaq biz məktəb proqramında 3 dənə elementin əsasən göstəririk. 3 dənə elementi. Bax, həmin o elementlər hansılardır? Daha doğrusu 3 dənə maddəni göstəririk. Bunlar hansılardır uşaqlar? Bir CO-dur. Bir hidroksonium kationudur. Bir də ammonium kationudur. Uşaqlar, bunlar kationdur. Bunlar tək mövcud deyirlər. CO isə maddədir. Buna deyilir dəm qazı, karbon 2 oksid, bir də karbon monooksid. Uşaqlar, bax bunların 3 adı var. Niyə görə 3 adını yazıram? Çünki testlərdə bizə lazım olacaq. Bunun adı deyilir hidroksonium kationu. Hidroksonium kationu. Buna da deyilir ammonium kationu. Bax belə. İndi uşaqlar, bu donor akseptor rabitəsi belədir. A öz elektronlarını verir, B isə boş orbitalı ilə onu qəbul edir. Yəni, bayaqları biz nə dedik? Biz dedik ki, mübadilə belə idi ki, A da öz elektronunu verirdi, B də öz elektronunu verirdi və onlar arasında şərikli rabitə yaranırdı. Baxın, A tək elektronunu verirdi, B tək elektronunu verirdi və onlar arasında şərikli rabitə yaranırdı. Amma burada isə A öz elektronunu verir, B onu boş orbitalı ilə qəbul edir və sonda alınır, bax beləcə, ümumi rabitə. Burada aiddir bu CO. CO-nun qrafik formulunu çəkirəm. Uşaqlar, baxın belə. 3 dənə rabitə var gördüyünüz kimi. 1, 2, 3. Onun 2 dənəsi mübadilə mexanizmi ilə yaranıbdır. Bir dənəsi donor akseptor. Donor sözü uşaqlar bizə biologiyadan da bilirik ki, donor qan verən, orqan bağışlayan insanlara donor deyilir. Burada da bizim atomumuz əlbəttə ki, elektron cütünü verir uşaqlar. Yəni, mübadilə nə idi? Gəlin bunu başa salım. Mübadilə buydu ki, bir dənəsini karbon verirdi, bir dənəsini oksigen elektronunu verirdi. Burada da mübadilədir. Bir karbon elektronunu verir, burada da oksigen bir elektronunu verir. Amma donor akseptor rabitəsində isə uşaqlar, hətta bu oksigeni gəlin qırmızı ilə qaralayım. Heç açmayaq. Amma donor da isə belə idi ki, elektron cütü ilə, bura səhv çəkmişəm, birini çəkmişdim, elektron cütünü verməlidir uşaqlar. Donor elektron cütünü verir. Burada da elektron cütünü verməlidir. Yəni, oksigen elektron cütünü verir. Baxın, uşaqlar, bu şəkildə. Deməli, belə çıxdı ki, oksigenin burada 4 elektronu iştirak elədi. Baxın, 1, 2, 3, 4. Karbonun isə 2 elektronu iştirak etdi. Niyə görə? Yenə deyirəm, mübadilə budur ki, karbon 1 elektronu verir, oksigen 1. Amma donor akseptor rabitəsində isə oksigen donor olduğuna görə, yəni oxa fikir verin, oxa. Yəni oksigen karbona elektron cütünü verəcək. Çünki burada da cütün, düzdür, tək yazmışdım, sonradan düzəltdim. Tək yox, cüt. Baxın, cütünü, elektron cütünü verir. Sonra hidroksonium kationuna da yazıram uşaqlar. Baxın belə. Fikir verirsinizsə, burada da 3 dənə rabitə var. Və bu 3 dənə rabitədə uşaqlar, ikisi mübadilədir, biri donor akseptor rabitəsidir. Onda belə çıxır ki, oksigen 1 elektronunu verir, burada hidrogen 1 elektronunu verir. Oksigen 1 elektronunu verir, hidrogen də 1 elektronunu verir. Amma bu donor akseptor rabitəsində isə hər 2 dənə, yəni bir cütünü oksigen verir. Onda belə çıxır ki, uşaqlar burada oksigenin 4 elektronu iştirak edir. Yenə 1, 2, 3, 4. Hidrogenin isə 1, 2, 2 dənə elektronu bu rabitələrin yaranmasında iştirak edir. 3 dənə rabitə var. Onun biri donor akseptor rabitəsidir. İkisi isə mübadilə mexanizmi ilə əmələ gələn rabitədir. Gəlin, indi ammonium kationunu da başa salam uşaqlar. Ammonium kationu isə bu şəkildədir.
Fikir verirsinizsə oxu göstərdim. Yəni azot cütünü hidrogenə, elektron cütünü hidrogenə verir, bağışlayır. Bax belə bu donor akseptor, üçü isə mübadilədir uşaqlar və burada da eyni ilə azot 1 elektronunu verir, hidrogen 1 elektronunu verir. Çünki bu mübadilədir. Azot 1 elektronunu verdi, hidrogen 1 elektronunu. Eyni ilə həmin prinsipləri uşaqlar biz burada da düzürük danışırıq. Burada amma donor akseptor rabitəsi olduğuna görə də hər ikisini azot, yəni cütünü azot, elektron cütünü azot verir və azotun cəmi 1, 2, 3, 4, 5, 5 elektronu iştirak eləyir. Hidrogenin isə 1, 2, 3, 3 dənə elektronu iştirak eləyir. 4 dənə rabitədən biri donor akseptordur, 3 dənəsi mübadilədir. Ümumiyyətlə həmişə uşaqlar donor akseptor rabitənin sayı bir dənə, belə bax, bu dənə, bax bunun içərisində bir dənə var. Burada da görürsünüz bir, burada da bir dənə vardır. Belə uşaqlar.